Ladies and gentlemen, we are starting. Xanımlar və cənablar, hər birinizi konfransımızda salamlayıram və xoş gəlmisiniz deyirəm. Bugün biz qadınların səsinin gücləndirilməsi və dayanıqlı inkişaf mövzusu ətrafında bir araya gəlmişik. Tədbir Azərbaycan Respublikasının sədrliyi ilə Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə konfrans çərçivəsində keçirilir. Qadınların gücləndirilməsi sahəsində real nəticələrin əldə olunması, hökumətlər, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti arasında güclü tərəfdaşlıqlar tələb edir. Dialoqun gücləndirilməsi və birgə təşəbbüslər zəruridir. Bu kontekstdə Qadınlar Şurasının yaradılması əməkdaşlığın yeni mərhələsini göstərir. Today, progress of society largely depends on participation of women. Bugün Azərbaycanın AGM sədrliyi çərçivəsində davamlı inkişaf və qərar qəbul etmədə qadınların səslərinin fəal şəkildə dəstəkləndiyini görmək çox xoşdur. AGM Qadınlar Şurasının yaradılması vacib bir təşəbbüsdür. Konstruktiv ideyaları əməllərə çevirməkdə bu platformaya uğurlar arzu edirəm. And we should work on accelerating. Etimadın gücləndirilməsi, iqtisadi artım və əməkdaşlığa yönələn AGM Asiyada 28 üzv dövləti birləşdirir. Bu üzvlük dünya əhalisinin demək olar yarısını təşkil edən iqtisadi inkişaf, demoqrafik meyillər, mədəni dinamika və sosial strukturlar baxımından böyük bir müxtəlifliyi təmsil edir. They also play an important role in linking. Bugünkü görüş, qadınların rolunun gücləndirilməsi, dialoqun inkişafı və regionda əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımdır. İrəli sürülən təkliflər gələcək fəaliyyət üçün etibarlı zəmin rolunu oynayacaq və konkret nəticələrin əldə olunmasına imkan verəcəkdir. Bu şura, qarşılıqlı etimadın möhkəmləndirilməsi, qabaqcıl təcrübələrin mübadiləsi və qadınların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində təşəbbüslərin təşviqi üçün təsirli mexanizm olacaq. Qadınlar Şurasının yaradılması, dialoqu fəaliyyətə çevirmək və həyatın bütün müvafiq sahələrində qadınların mənalı iştirakı vasitəsilə idarəetməni daha inklüziv etmək əzmini göstərir. İllər keçdikcə AGM Asiya dövlətlərini sülhün, sabitliyin və geniş spektrli məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi kimi ortaq hədəf ətrafında birləşdirən yetkin, çoxtərəfli platformaya çevrilir. Qadınlar Şurasının təsis edilməsi davamlı inkişafın, iqtisadi artımın və regional təhlükəsizliyin təminində qadınların fəal iştirakının artırılması baxımından vacib və vaxtında atılmış addımdır. Qadınlar Şurası qarşılıqlı fəaliyyətin gücləndirilməsi və qabaqcıl təcrübə mübadiləsi üçün məsləhətçi mexanizm kimi yaradılıb. Şuranın fəaliyyəti tövsiyələrin hazırlanmasına, səylərin koordinasiyasına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönələcək. They are also actors who generate solutions, strengthen social cohesion. At the heart of India's vision for Viksit Bharat 2047, a developed India by the centenary of our independence. Through a whole of government and In addition to these efforts, the government is also extending its policy focus to resolve the gender perception gap